mis və kalsiumun qatı sulfat turşusundan reaksiyasını yazdıq əmsalaşır. Hələ ki bir şey eləməmişik. Sadəcə mis və kalsiumu götürmüşəm, qatı sulfat turşusundan reaksiyasını yazıb əmsalaşdırmışam və belə məsələdə sən nə edirsən? Belə məsələlərdə sən nə edirsən? Reaksiya baxırsan birinci reaksiya. Bu sənin birinci reaksiyan, bu sənin ikinci reaksiyan. SO2  1 mol əmələ gəlir, 2 molda HCl4 götürmüsən. Deməli oksidləşdirici neçə faiz reduks olunub? Əmələ gələn SO2-ni HCl4-ün sayına böldün, 50%. Birinci reaksiya üçün 50% oksidləşdirici reduks olunub. İkinci reaksiya üçün isə 1 HCl yaranıb, 5 HCl4 istifadə götürmüsən. Deməli, nə qədər oksidləşdirici neçə faiz reduks olunub oğlum? Biri neçə bölməlidir? 20%. Biri 5-ə bölüb 100-ə vuranda 20%. İndi sənə deyir ki, bu 50%, 20% olmalıdır əslində, amma deyir ki, bunlardan elə bir nisbətdə götürməlisən ki, götürdüyün nisbətdə oksidləşdiricinin reduks olunan mol miqdarı 35% olubdur. Düzdürmü oğlum? Xaç sulu yadındadır yəqin ki, böyükdən kiçik çıxıb əks tərəfdə yazmaq. Ən rahat yol budur. 50-dən 35 çıxdın, sənə verdi neçə? 15. 5. 35-dən 20 çıxdın 15. X-lar apardın 1x-in 1x-ə nisbəti. Bu nisbət bilsən sənə nəyi göstərir? Turşların mol nisbətini. Bu demək ki, sən 1x mol HCl4 götürmüsənsə, 1x molda HCl4 digər üçün götürməlisən. Yəni, hər ikisinə eyni mol nisbətdə HCl4 götürməlisən ki, oksidləşdiricilərin cəm 35% reduks oluna bilsin. Tam başa düşdün, yoxsa yox bura qədər? Bəli, başa düşdüm. İnsan növbəti mərhələdə deyir ki, reaksiya zamanı mis x qram götürüb, amma x çıxılsın 16 qram qalıb. Demək ki, mis nə qədər sərf olunub oğlum? 16 qram. İnsan reallığa baxanda 64 qram mis sərf olunanda, 64 qram mis sərf olunanda nə qədər HCl4 istifadə edirsən oğlum? 2 vurulsun 98 2 vur qram. 98. İndi sən nə qədər mis istifadə eləmişsən? 16 qram. Gəl görək 16 qram mis nə qədər HCl4 sərf edəcək, düzdürmü oğlum? 49. 49 qram. Deməli, birinci reaksiya üçün demişdik 1x qədər HCl4 götürülüb molca. 1x mol HCl4 0,5 mol HCl4 demək. Çünki 49 qramı mola çevirəndə 0,5 edir. Deməli, sənin 1x-in neçəyə bərabərdir oğlum? 0,5. Aferin. Deməli, bunun üstünü pozursan, yazırsan 0,5 mol HCl4, bunu da üstünü pozub 0,5 HCl4 yazırsan. Yaza bilərsənmi? Bəli, bəli. Tamamilə doğrudur. Super, əla. İndi növbəti mərhələdə sən nəyə baxırsan oğlum? Sənə deyir ki, suallar yadındadırmı? Sualın davamı necə gəlirdi? Qoy da özün baxın. Sən narahat olma. Sən çıxma, mən özüm baxacağam. Sən narahat olma. Deyir, cavab vərəqində birinci, ikinci qablarda baş verən reaksiya zamanı ayrılan A və B maddələrinin kütləsinin zamanın asılıq qrafikini çəkin. A və B maddələri nədir, oğlum? Birincidən A maddəsi əmələ gəlir. Birincidəki A maddəsi SO2-ni təmsil edir. İkincidəki A maddəsi hidrogen sulfidi təmsil edir. Düzdürmü oğlum? İndi birincidən əmələ gələn SO2-nin sən kütləsini tapmalısan. Bunu necə yazırsan? Normalda 2 HCl4 1 SO2 qazı yaradır. Burada da 0,5-im nə qədər HCl qazı yaradacaq qız oğlum? 0,25. HCl nədir? Üzr istəyirəm. SO2. Üzr istəyirəm. SO2 düzdürmü bu? 2 HCl4 1 SO2 yaradırsa 0,5-in də 0,25 SO2 yaradacaq. Onda A qazı deyəndə 0,25 SO2 nəzərdə tutulur. Düzdürmü? Yəqin ki, bunun kütləsini nəzərdə tutulur. A qram yazmalı, unudub yazmalı. Yəqin qramla soruşur. Onda 0,25 mol SO2-nin kütləsi. SO2 əvvəlcə yox idi, 0 idi. SO2 64-dür. 0,25-i 4-ə böləndə neçə eləyər? 16 qram eləyər, eləmi? O zaman A maddəsi 16 qram əmələ gələcək. 0-da başlayıb 16 qrama qalxacaq. Razısan? Mən bir sual verim. Bu qrafiki çəkəndə parabola kimi belə çəkilir də, əyri formada alınan maddələr həmişə. Əmələ gələnə bəli, ayrılan, bəli, parabola şəklində. 0-dır, qalxdı yuxarıya. Əyri formada çəkəcəksən. Düzdür, tamamilə doğrudur oğlum. İndi B maddəsini necə yazarsan oğlum? Yenə normalda 5 HCl4 nə qədər HCl qazı yaradırdı oğlum? 1. Burada biz nə qədər götürdük? 0,1. 0,1. 0,1 də 3,4 qram eləyərmi oğlum? Bəli, bəli. O zaman parabolanı çəkəcəksən. Neçə qrama qədər oğlum? 3,4 qrama qədər. Bu da oldu B maddəsinin kütləsinin zamandan asılıq qrafiki. M-in tavdan asılıq qrafiki. Düzdürmü oğlum? Bəli. Növbəti suala baxıram. Sən yenə deyirəm, çıxma fikrimi bura cəmlətam. Nə deyir? Qrafik əsasən, qrafik deyəndə bu qrafik nəzərdə tutulur. Ta anında birinci qabda sərf olan oksidləşdiricinin kütləsini qramla və birinci qabdan alınan duzun mol miqdarını tap. İndi qrafik əsasən 16 qram mis sərf olduğunu görürsən. Okeydir bu. Deyir ki, birinci qabda sərf olunan oksidləşdiricinin kütləsi. Oksidləşdirici sulfat turşusu. Zaten 0,5 mol sulfat turşusu bilirdik də. Götürülübdür. Düzdürmü oğlum? İndi bunun nə qədərinin sərf olunduğunu nə deyir? Qrafikasının tabiri anında birinci qabda sərf olunan oksidləşdiricinin kütləsi. Aha, zaten bayaqlar demişdik də.
demişdik ki 64 qram mis 2 mol HGSO4 sərf eləyir. 16 qram mis də nə qədər HGSO4 sərf eləyəcək? 0,5. Aha, 0,5 sərf eləyəcək. Deməli, sərf olunan oksidləşdirici 0,5 moldur. 0,5 mol HGSO4 də neçə qram eləyəcək oğlum? 9. 9 qram. Deməli, sərf olunan oksidləşdirici 49 qram yazacaqsan. Sonra da bizə deyir ki, əmələ gələn duzun mol miqdarı da 2 HGSO4 bir duz yaradırsa 0,5-də 0,25 mol duz yaradarmı? Bəli. Aha, yaxşı. Bunu da öyrəndik. Bunun da məlumatımız oldu. Bizə nə deyir? 29-u tapdıq. 30-a baxırıq. İkinci qabda sərf olunan metalın kütləsi. İndi 5 HGSO4 4 kalsium sərf eləyirsə, 0,5-in də 0,4 kalsium sərf eləyərmi oğlum? Bəli. 0,4 mol kalsiumun da kütləsi 16 qram eləyərmi? Bəli. Onda da 16 qram kalsium deyəcəksən və buradan ayrılan qazın həcmini deyir tap. Yenə 5 HGSO4 1 HGS yaradırsa 0,5-in də 0,1 HGS yaradacaq. Bu da 2,24 litr edir də. Normal şəraitdə həcmi. Всё, bitdi getdi. Sənin əsas bilməli olduğun nüans nədən ibarət? Təzə öyrəndiyin şey nə oldu oğlum? Bu. Burada xaç üsulundan istifadə edib onun eyni nisbətdə reaksiya. Nəyi tapırsan? Tapdığın nisbət nələrin nisbətidir oğlum? Turşuların. HGSO4-dən reaksiya getdi. Ay, sağ ol. Всё. Burada bir qaranlıq məqamın qalmadı ki oğlum. Xeyr, başa düşdüm. Çox Başqa sağ ol. sualın var idimi? Xeyr. Onda çıx deyəndə burada qal, sınağı yaz. Bəli. Növbəti Ömərin sualları, sonra da Nərmin suallarına baxırıq. Ardıcıl baxırıq.